Yay dumanı bar gətirər, qış dumanı qar gətirər. How are you, man? Sağ ol Tanrıca. Məhsuldarlıq yox. Məhsuldarlıq yoxdursa nə ilə qazanır? Neynə? Thank you very much. Əskərlikdə olmuşsunuz. Bir kolonda, bir cərgədə sırayla gedəcəksiniz. Fərağat. Əllər düz. Ciddi bir şey var. Qolun kəsməliyik. Aha. Amputasiya. Yax bədəni bə. Hoppa! Fantastik! Qırız dili, o da var. Diğer dostumuz Mısır'dandır. Deyir Azərbaycan çox gözəldir. Bəs səni? Məmun. Dost olduq biz. Səhifəmə abunə olarsan, addım atdım. Səfərə gecikirəm bugünkü səfərimiz inşallah. Quba şəhərinədir. Qubanın Gürgür şəlaləsinə gedəcəm. O da yerləşir Qırız kəndində. Məsəl var, bir yay dumanı bar gətirər, qış dumanı qar gətirər. Ümid edirəm Qubadan qayıdanda görəcəm hər yer ağappaq. Qardaş gəlirsiniz, salam aleyküm. Aleykümselam, vatan müştərini düşürdüm, gəldim. Ha, yaxşı. Gəl, gəl. Bu düşün, o toylarda oluyor. Allah konuşmak üzere. Bəyim, dostlar. Thank you very much. Bizdə turistlər çoxdur, çox sayda turistlərimiz var. Məsələn, İtaliyadan gələn turistimizi təqdim edirəm sizə. Hello, man. How are you, man? Sağ ol Tanrıca. Misal üçün ərəb turistimiz var bizim burada. Keyf hali. Allabuni belkadura. Gedirik hara? Qırız kəndinə gedirik əmimlə. Əmin adı nə idi? Bəhmən. Bəhmən əminlə inşallah gedirik Qırız kəndinin gözəlliklərini kəşf eləməyə və orada Gürgür. Neçə metrdir piyadalıq yox? 2 kilometr piyada hacking eləyəcək. Yolçu yolunda gərək, hə? Amin inşallah. Diye. Saqqalım ağardı ya. Bu ne ağar? Ya mı yerindedir? Şey. Belki de Gələrəm bu yaya, gələrəm. Yayıtsa payızda gələrəm. Gələrəm bu yaya, gələrəm. Yayıtsa payızda gələrəm. Bigaram qalmışsam bilirəm. Gələrəm qaranquş gələndə. Nigaram qalmışsam. Orxun nədən şübhəsə? Yoldaşlarımdır. Adınız necə oldu? Ayşe. Ayşən xanım. Abunə olarsınız. Atdım. Yaxşı. 100%. Papağım nətərdir? Yüksək səviyyədə. Oradan. Qəşəng papaq. Durun belə. Kadr götürərəm. Bir şey istəyir. Şəkil götürəcəm onunla. Bir də gəzək. Buna var. İtalyanla gələn Bambino. Uşaqlar, kənd xoşunuza gəldi. Ne düşmüşsünüz dağınızda? Keçirdiniz, siz gördünüz. Canavar kimi gedirdi. Qartala baxın. Kəndin rəmsidir bu o qartal. Bayda o da kartalıdır ne be? Bizim tur rəhbərimiz Nicat. Təşəkkür edirəm Nicat. Bizi bu duyğuları yaşatdınız. Xoşdur. İnşallah turumuzu sağ-salamat başa vura. Ağzının içində çəkmədə. Gəl inəklərlə məşğul olaq. Deyirəm hər şey zarafat bir yana, hə. Bizim gözəllik dediyimiz şey var ha. Buradakılar üçün çətinlikdir.
Bilirsiniz. Yaxşı kadrlar var ha. Hele ki dünyada kadar Papağımın da kadını. Hele ki dünyada kadar var Gelirim Bir tane de grup rəhbərimiz var da. Bəli. Siz Biz bunu baş yay- grup rəhbərisiniz yoxsa Yox, orta. ortak? Doğru ikiniz də grup rəhbərsiniz də hə? Bəli, bəli. O niyə elə? Biri arkada gezə, biri dalda hə? Bəli. Bir də Oxşamırsa. Dadlıdır. it kimi. Matlandırın bizi. Amma bir-birinin əlindən tutur. Aha. Əlinizi buraxmayın, itməyin. Əskərlikdə olmusunuz. Əsgərdən kim qaçır? Aydın. Yaxşı olan əsgərdən qaçar. Olmuş əskər idi. Xeyr. Mən olmuşam. Bir kolonda bir zərgərdə sırayla gedəcək. Farağat. Əllər düz. Dostumuz Mısır'dandır. Bir Azərbaycan çox gözəldir. What's your name? Mamun. Maymun. Mamun, yes. Very good. Qahirədandır. Hanım da İskəndəriyə. From İskəndəriyə. Memnun oldum. İnşallah növbəti ay gedirəm ki, bunların ölkəsinə. Halımız var. Nə oldu? Ciddi bir şey var. Qolun kəsməliyi. Aha. Amputasiya. Qırız kəndində dağın düz 2100 metrin düründə qar hamamı. Dava özünü burax qara. Gözəl maşallah siz başlı olansınız, çox seksualsınız. Adamı afiyet edirsiniz prosto. Elə sizin maşallah bir muskulunuz nə etsən də, maşallah. Nərmin performansı göstər. İndi belə ilə, dərindən, boğul. Boğul. Demək, Gürcür şəlaləsinin başlanğıc yerinə gəlib çatdıq. Burada indi qabaqda tur var. Onlar qaysın, sonra biz girəcəyik. Yeni çay içirsiniz? Bəli. Nuş olsun. Çay var. Çay var. O nədir? Nanə, kəkliyotu, bu da qırız, Təmiz Duzu. təbii Qırız nanə. Qırız duzu. ədviyyatlı duz. Sən Allah. Onu hardan aldın ki? Burada var orada. Hanım? Kim satır onu? Pulkalarda. Kim satır? Qardaş. Bu qırız sanım nəsəsin ki? Sabirəm. Dəymə. Oralar çay. Operatörü sən də. Nə baxışınız? Duzu neçə verirsən dedi? Option 11 mənə. 5 ola 11. Çəkirsən. Görsən. Ağzıma girib. Bura necə? 11 manata qəşəng duzumuz. Siz də deyərdiniz də 70-88. Duz satır, ədəvalı duz. Bu duzu ağızdan qabır, burunla eləyirlər. Konkret bir şeydir. Çox ləzzətli duz. Gəldinizsə bura, Gürcürə gəldinizsə, bu qardaşdan bu duzdan alın. Reklam eləyirəm. Bəli, bundan öncəki reklamda mən şəxsən taksi şoförü Görsən, insanlara görə necə faydası olur. Görsən dostum, reklamın getdi ha. Neçəyədir bu? 6 man. Reklamın getdi ha. Burada olmur ha o. Amma qaşadır. Heç 6 manata. Əl dəyirmanında. O duzu hardan alırsan duzun özünü? Bazardan zatdan alırsan. Bazardan alıram. Heç olmasın normal duz alırsan. Yox, yaxşı duz. Yotdu duz da. Ədəvasını amma çox eləyirsən də gördüm dadı ədəvalı idi o. Otları çoxdur. Adı nə idi? Seyid. Seyid? Seyid sən özün. Adın Seyiddir. Adım Seyiddir. Amma özün Seyid deyilsən də. Yox. Oldu. Bir dəfə şeydə Astaraya gedirəm. Astarada tur rəhbərimin adı Ağacandır. Orada Şıtır şəlaləsi var. Orada gedir Şıtır şəlaləsi. Orada gedənə qədər adam bitər olur. O şimdi ay zətniyyət şimdi ağanın zətdi, ya ağanın zətdi, ya ağanın zətdi. Getdim gəldim dedim ağa zətdi qurban olum. Deyirəm Seyid deyiləm, adım elədi. Deyirəm ağa eşşək. Gelib gəldim. Ay zətdi qırıq. Zətdi çarpdı. Onu bir dənə ərudan masya bana alırsan istəyirəm. Bunlar nə qarra burada? Burada qardaşın çayxanası var, içəri. Çaba, çay, qəfədanları. Əməlli baş şərait qurmusan, Seyid. Allah haqqı. Çay da. Nərmin nə olub? Nə qarırdı Kamil? Getdin. Gedirik Gürcür şəlaləsinə.
Gürcür şəlaləsini satırıq. Bəzilər buna qurqur deyir. Bəzilər gürcür deyir. Gürcür şəlaləsi Qırız kəndinin mağaranın içərisində yerləşən maraqlı bir şəlalədir. Nağıl deyil abi. Konkret nağıl deyil. Nağıllar aləmi. Hə, vallahi elə bir daş düşəcək təpəmizə. Tam bir nağıllar aləmi. Daşdakı elə bir göydə dayanıblar. Çox maraqlı bir təbiət hadisəsidir. Gözəlliyə baxın. Görün necə donub, görün necə möhtəşəmdir. Hələ bir dənə buna baxın uşaqlar. Ürək oxşuyur, buna baxın. Görürsən bunu elə belə yaradıblar yoxsa ürək deyil abi, fikir ver. Çox möhtəşəmdir, çox Allah'a. Çox ləzzət elədi. Gözəl təbiət mənzərəsidir. Bir de iletişim üstümüzden. Görsen ne olar? Bir rey olarak, bir dizayner olarak o bizim Murat Hüseyin ne olar? Fırt söylüyor. Fırt. Başın altında da. Bir tane o ses çıkardı, fırt. Murat'tan fırt olmuyor zaten, bana dırt. Sana bunu şəkimi bəyəm. Fantastik! Alın maddiyəsən. Hazır olun. Aha. 3, 2, 1. Fantastik! Fantastik! Olmadı. Oka. Böyle. 2, 1. Fantastik! Fantastik! Hemen bir. Kənd evində bir çay süfrəsi, çay içməyə. Ondan sonra da gedəcək Bakıya doğru istiqamət alacaq. Belə o kənd ababası var. Konkret burada hiss edirsən. Belki it gəlib yapışıb tutması yaxşıdır. Bu da tayalardır bax. Evlər də çiğ kərpicdən tikilib çoxsu. Pişmiş kərpiclər doğrusu. Setka ilə də aralayıblar. Aferin sana. Bobik. Dostumsan benim. Dostum. Şahik necəsən? Tanıdın? Görsən mən səni tanıyıram ama. Qartal o da, o məşhur qartal. Ondan şeydə də var, Xınalıq yolu. Xınalıq yolu odur. Hə. Nə var, nə yox? Görsən mən sənin fanatınam. Əmnətəs. Sağ olasın. Sizindir. Gələcəksin, nə yanında deyil, mən sənlə danışım. Dedim, gələcək. Başınla gələcəm. Nə oldu? Hə. Sonra özüm gəldim. Hə, sonra bunlarla gəldim. İnşallah növbət dəfə yayda gələcəm bura. Özün burada qalsın, hə? Hə, lap yaxşı, şad oldum tanışdım. Doğrusan, Allah. Sən şey deyin, Bakı deyin deyəsən. Üniversitet oxusan, hə? Adının qabağında gördüm, sən? Keçən dəfə. Turist var, dağlarda da gezir, azında qabağı. Hə, vallahi maşallah, izləyirəm də, bunun fanatıyam mən. Bunun fanatıyam, Şahik. Şahik, hiking nə idi səndə? Highlandas, hə. Highlandas, hə. Gedəndə deyim də, mən də apar, deyil eləyirlərə. Apara bilərsən məni? Yayda hə. Hansı dağlara çıxmısan bu günə qədər? Azərbaycanda demək olar ki, hamısıdır. Ən yüksək dağ hansıdır? 4466. Bazar düzünə. Azərbaycanda deyim, xaricə çıxmısan hansı? Kazbekə fikirləşirsən, Gürcüstana get çıxacaq. Bu il Yoxsuvaki. Kazbek gözəl yerdə. Ulan hamısı çıxmış təbii. Hər yerdə. Bura, sizin ərazi burada, demək olar. Hə? Tam doğru, hə. Yox, yəni sizin ev eşiyi. Hə. Hamısı sizin də. Bizim həyətdir. Hə. Turistlər çox gəlir, hə? Həftə sonları gəlir çox. Həftə sonu gəlir də demək olar bəzən.
100 nəfərə kimi gəlir videoda. Baden sizə qaçır. Nə dilindədir Qırız sizdə? dili. Qırız dili, o da var. Az sayırıq da ona görə. Yəni qırız dili xınalıq dilinə yaxındır, yoxsa Yox. xınalıq dillə fərqlidir? Fərqlidir. Qırızla. Ləzgi dillə fərqlidir. Əslində fərqlidir, biraz yaxınlıq var, dialekt fərqi. Amma yəni müstəqil dil də qırız dili. Hə, sırf müstəqil dildir. Oxşarlığı yoxdur digər dillərdən. Var. Paput, əlik, cek, buduq. Bu dillərdən dialekt fərqi. Məsəl üçün qara nə deyirlər qırız dilində? Qar. İs, Yiz. yis. Yis. Yiz. Buluza nə deyirlər? Yəni buluda Hə. cif. Amma xınalı ung deyir, ung. On. Hə, ung. Ung deyirlər hə. Sonra maşına isə evə nə deyirsiniz? Qol. Qol? Qol. 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 Səslənmə də fərqli. O Hə, səslənmə hə, çətindir. Fransız. Gəl. Heç nə. Adama nə deyirsiz? Adam, insan. Free. Free? Free. Free. Neçə hərf var sizin dildə? Valla o hissəni dəqiq bilmirəm. Yəni çox olar. 70 hərf xınalıq dilindədir. Dil itməyə doğru gedir, yəni o qədər dərin onu bilmirəm. Tədris edirlər burada son məktəbdə Yox, zətdə. tədris olunmur. İndi babam kitab yazır. Kitabı zadı var, heç olmasa. Yazır. Hansı babanız? Babanız hanı? O biri evdədir. Ya neçə yaşı var? 70-dən yuxarı olmalı. Bilir hə, qırız dilini mükəmməl şəkildə. Kitabını yazır, hazırlayıb, əlifbanı çıxardı və digər hər şey hazırdır demək olar ki, amma tədris hələ ki olunmayıb. Olmur hə. Yaxında olacaq. Bu da dəyirmandır hə. Həm bu nətər işlədirlər? Hə? Bu nətər eləyirlər? Hə? Ha bu da hə, bu da hə. Ha bunu tut, bir də bunu tut. Yox, yox, bu belə olmur. Oxu yoxdur bunun. Hə, oxu var, hə, var belə. Var ya, var. Onu götür. Bunu İşləmir də ona görə, bu işləmir. işləmir hə. Ona görə Bunu bu ay sağ ol hə. Bu qırılıb, bu qırılıb. bu qırıldı, bu işləmir, işləmir qalıb paslar var belə. Görə xoda düşür. Qırızda çay süfrəsidir. Bura qırız evidir. Çox maraqlı bir şey göstərəcəm sizə. Qapıdan çıxan kimi bu gözəl mənzərəni görürsüz, amma sağa dönüb pilləkəndən dönən kimi bir şey rastlaşacaqsınız. Bütün evlərdə demək olar bunlarda var. Həyət evlərində qəbirlər. Başdaşından ibarət qəbirlər. Bunlar bilmirlər kimin qəbridir, amma çox qədim qəbirdir də. Çox qədim bir qəbirdir. Qırızda keçən bir səyahətin sonu. Qırız kəndi mənə həqiqətən sükutu və zamanın sanki burada dayanmasını xatırlar. Amma öz gözəlliyi və mənzərəsi ilə insanı riqqətə gətirir. Mütləq bu şəhərə, bu kəndə gəlməlisiniz və buranın zövqünü yaşamalısınız. İnşallah növbəti görüşüm bura yay fəslində olacaq. Yay fəslində gəlib bu gözəl insanlarla bir də bura səyahət eləyəcək. O Gürcü şəlaləsini gürülüyə çiməcək. Bunu da bundan da vidalaşım. Sağ ol, getdim. Hələlik görüşərik. Dağlar itdi.